Demək müəllimlər, biz başlayırıq örtülü toxumlular şöbəsinə. Yəni bitkilər aləmini ayırmışdıq iki yarım aləmə, ibtidai və ali və örtülü toxumlular ali bitkilərin, ali toxumlu bitkilərin ən ali şöbəsidir deyəcəyik və ilk dəfə olaraq Mezozoy erasının təbaşir dövründə yarandı çiçək və çiçəyin yaranması ilə əlaqədar olaraq meyvə yarandı. Yəni toxum artıq meyvənin içərisində yerləşdi. Toxum meyvə yanlığı ilə əhatə olundu və biz bu şöbəni ona görə də örtülü toxumlular şöbəsi adlandırırıq. Yəni toxum örtülü yerləşir. Çılpaq toxumlarda olduğu kimi qoza pulcuğunda açıq şəkildə yerləşmir və ömründə dedik bircə dəfə də olsun bir bitki çiçək açıb meyvə verirsə, biz artıq onu çiçəkli bitki və ya örtülü toxumlu bitki adlandırırıq. Və örtülü toxumlularda yalnız bu şöbədə 2 qat mayalanma baş verir dedik və biz bundan artıq tanış olmuşuq. Və biz dedik ki, çiçəkli bitkilər ağac formasında, kol formasında, ot formasında ola bilər və onların iki sinifə ayırırıq. Bir ləpəllər sinfi və iki ləpəllər sinfi. Ümumiyyətlə sinif əlaməti dedikdə ilk növbədə toxumun rüşeymində yerləşən ləpə yarpaqlarının sayına düzdür. Burada da istisnalar var. Məsələn, iki ləpəllər sinfinin özünün elə nümayəndələri var ki, orada ləpə sayı çoxdur. Amma biz onlara toxunmayacağıq, çünki o artıq dərslikdən kənar bir material olacaq. Biz ona görə də sadəcə olaraq iki sinifə ayırırıq. Bir ləpəllər sinfi və iki ləpəllər sinfi. Həmçinin sinif təsnifat vahidi olan sinif əlaməti olaraq biz bura yarpaq damarlanmasını da aid eləyəcəyik, kök sistemini də aid eləyəcəyik və çiçək üzvlərini də aid eləyəcəyik. Baxın, deməli, birinci dedik, əsas şərt rüşeymində ləpə yarpaqlarının sayıdır. Deyirik, 2 ləpə yarpağı varsa, bunu aid edirik 2 ləpəllər sinfinə. 1 ləpələ yarpağı varsa, bunu aid edirik 1 ləpəllər sinfinə. Və 2 ləpəllər sinfində adətən milkök sistemi olur. Lakin istisna hal kimi demişdik, təbii halda bağa yarpağı. Bağanın şəkli ilə yadımızda saxlayırdıq. Ayaqları onun saçaqlı kök sistemini xatırladırdı. Bir də vegetativ yolla əgər biz iki ləpəli bitkini çoxaldırıqsa, burada da yenə də saçaqlı kök sisteminə rast gələ bilərik. Bir ləpəli bitkilərdə isə bir mənalı şəkildə demişdik ki, kök sistemi saçaqlı kök sistemi olur. İstəyir vegetativ yolla çoxalsın, istəyir toxumla çoxalsın, istisnasız idi bu. Bütün bir ləpəllərdə saçaqlı kök sistemi olurdu və bu da sinif əlaməti kimi istifadə olunurdu. Və yarpaq damarlanması, bu da sinif əlamətidir. Dedik ki, iki ləpəlilər sinifində yarpaq damarlanması adətən torvari olurdu. Yenə də istisna hal bağa yarpağı idi. İki ləpəli olsa da yenə bağanın şəklini yadımıza salırdıq. Yadımızda da çəkmişdim. Üstünün o qövslərini, çanağın üstündəki qövslər bizə xatırladırdı ki, o qövsvari yarpaq damarlanmasına malikdir. Bir ləpəlilər sinifində isə yarpaq damarlanması paralel, qövsvari, bəzən isə torvari ola bilirdi ki, ona görə deyirdik, hər 3 yarpaq damarlanmasına harda rast gəlinir bir ləpəllər sinfində. Kim idi? Qarğa gözü bitkisi. Qarğa gözü bitkisi bir ləpəllər sinfinə aid olsa da, onun yarpaq damarlanması torvari idi və bu istisna halı idi. Qarğa tora düşdü. Belə bir cümlə ilə yadımızda saxlayırıq. Qarğa gözündə yarpaq damarlanması torvaridir. Amma kök sistemi istisnasız idi. O ilə saçaqlı kök sistemi idi. Bağa yarpağında hər ikisi həm kök sistemi, həm yarpaq damarlanması istisna idi. Amma qarğa gözündə yalnız yarpaq damarlanması istisnadır. Və çiçəklərinə gəldikdə, çiçəkləri deməli, 2 ləpəllər sinfində adətən 4 və ya 5 üzvlü olurdu. Bir ləpəllərdə isə 3-6 üzvlü olurdu. Və biz artıq çiçəklə tanış olmuşuq və çiçəyin neçə hansı strukturlardan ibarət olduğunu bilirik. Bilirik ki, çiçək şəklini dəyişmiş zoğ olduğu üçün onun saplağı və yatağı gövdə şəkil dəyişməsi idi. Yerdə qalan digər hissələri isə yarpaq şəkil dəyişməsi idi. Və biz çiçəklərin düsturunu, çiçək formulunu yazırıq. Çiçək formulunu yazanda bu struktur elementlərdən saplağı və yatağı göstərmirik.
Çünki onlar dəyişmir də. Bir çiçəkdə bir saplaq olur, əgər o da varsa, oturaq çiçək deyilsə və bir saplaq varsa, deməli saplağın da genişlənmiş hissəsi demişdik yataq. Deməli bir dənə də yataq olur. Biz formulu yazanda dəyişən elementləri göstəririk. Kasa, yarpaq, ləçək, erkəkcik və dişicik sayını göstəririk. Amma sizə məsələlərdə əgər deyərsə ki, çiçək strukturlarının sayının cəmi filan qədərdirsə, deməli siz həm kasaya, həm saplağı, həm ləçəyi, həm də bax bu formulda olan strukturların hamısının cəmini götürəcəksiniz. Yox, əgər desə ki, çiçək düsturunda və yaxud çiçək formulunda olan struktur elementlərinin cəmi filan qədərdir, onda siz saplağı və ya yatağı nəzərə almayacaqsınız. Çünki formulda dediyi üçün biz də gördüyünüz kimi düsturda bunu qeyd eləməmişik. Yəni bu cümləyə diqqət edin. Bir də məsələn çiçəyin əsas hissələrinin cəmi. Əsas hissə deyirsə, onda biz bilirik çiçəyin əsas hissələri erkəkcik və dişicikdir. Və yaxud çiçək yanlığı elementlərinin cəmi. Çiçək yanlığı nədir? Kasacıq, üstəgəl, tac. Yəni kasa, yarpaq və ləçəklərin cəmi. Və yaxud sadə çiçək yanlığıdırsa, onda biz çiçək yarpaqcıqlarını götürəcəyik. Yenə də bunları məsələlərdə diqqətə alarsınız. Və çiçək formulu yazanda bitişik element, kasa yarpaqlarının sayını K ilə, ləçək sayını L ilə, erkəkcik Y, dişicik 1 və xatırlatmaq istəyirəm. Keçən dəfə demişdim zaten çiçəyi deyəndə. Deməli, biz işarə eləyəcəyik yeni dərsliklərə əsasən kasa yarpaqlarına elə K ilə, ləçəklərin sayını C, bu korona sözünün o latın dilində də baş hərfi C kimi yazılır. Erkəkcik sözünü Andrasey sözünün baş hərfi A ilə, dişicik sözünü də Genisey sözünün baş hərfi olaraq, deməli G ilə təzə dərsliklərdə işarə olunur, amma sizə hər halda ki, köhnə sistemlə düşəcək. Bitişik element indeksinə də strukturların sayı yazılır və bitişik elementlərin sayı mütərizə daxilində yazılır. Əgər elementlərin sayı 12-dən çoxdursa, bu zaman bax bu işarədən, sonsuzluq işarəsindən istifadə olunur. Yenə də məsələ həllərində fikir verərsiniz, sizə bitişik elementlər mi deyir? İndi bir-bir onsuz da fəsilələri keçdikcə hər birini əzbər bilməliyik. Kimin hansı strukturu bitişikdir, kimin hansı strukturu sərbəstdir, bunları əzbərləməliyik. Deyəcəyik zaten. Yəni bir zəhmət hər bir detala məsələ həllərində diqqət yetirərsiniz. Və indi gələk fəsilələrə. Deməli, birinci başlayırıq iki ləpəllər sinfinin fəsilələrinə. Bunlardan birinci gəlir xaç çiçəklər fəsiləsi. Bu da qarşınıza sınaq toplumumuzda çıxa bilər. Bax, ona görə qeyd eləyirəm. Bilirsiniz də, biologiyada hər bir künc bucaq bilinməlidir, hər şeyə fikir verməliyik. Avropaya qırmızı turpun gətirilməsi kimin adı ilə bağlıdır soruşursa, İtalyan səyyahı Marco Polo'nun adı ilə bağlıdır. İlk dəfə turpu Avropaya o gətirmişdir. Və əcdadı təbii ki, yabanlı turpdur. Ondan da müxtəlif sortlar, qırmızı turp, ağ turp və s. almışdırlar. İndi baxaq birinci çiçəyinin quruluşuna. Niyə xaç çiçəklər adlanır? Çünki 4 dənə kasa yarpağı var. 4 dənə ləçəyi. Baxın, belə xaça oxşuyur da, ona görə xaç çiçəklər adı oradan götürülmüşdür. Deməli, 4 kasa yarpağı var, 4 ləçəyi var. Baxın, şəkildən də görürsünüz. 4 kasa yarpağı var, 4 ləçəyi var. 6 dənə erkəkciyi var. Bax, yadınızda saxlayın. 2 dənəsi kənardakılara baxın, qısadır. 4 dənəsi isə uzundur. Ona görə belə yazırıq. Erkəkcik sayı 2 üstəgəl 4. İkisi kənardakı var. Qısadır, 4'ü uzundur. Ola bilər deyər ki, 8 ədəd uzun erkəkcik olan kələm bitkisinin neçə kasa yarpağı var? Deməli, bir dənə kələm, indi xaç çiçəklərin nümayəndələrini sadalayacaq da, kələm də bura aiddir. Deməli, bir dənə kələm çiçəyində 4 dənə uzun erkəkcik olur. Deməli, 8 dənəsi 2 kələm çiçəyində olur. Bir kələm çiçəyində əgər 4 kasa yarpağı varsa, ikisində də elə 8 olacaq. Ola bilər dişicik sayını, ola bilər erkəkcik. Yəni, yenə də deyirəm, bunlar əzbərçi parametrlərdir. Əzbərçiliyi sevməyə bilərsiniz, amma məcburuq. Şəkli gətirin gözünüzün qabağına. Yəni, gördüyümüz şey daha çox beynimizdə qalır. Təbiətdə gördüyümüz və ya şəkildə gördüyümüz. Ona görə də bu şəkil həmişə gözünüzün qabağında olsun. 2 dənəsi qısadır, 4 dənəsi isə uzundur. Dişicik sayı isə
isə bir ədəddir. Ona görə yazıram B1. Və xaç çiçəklər fəsiləsinin əksər nümayəndələri ot şəkilli bitkilərdir və bunların həm də kök şəkil dəyişməsi və yarpaq şəkil dəyişməsi olan nümayəndələri var. Məsələn, ağ turpda, şalğamda biz meyvə kök görürük. Kələm bitkisində isə ehtiyat toplayıcı, ehtiyat qida maddələri toplayan yarpaqları müşahidə edirik. Həmçinin də kələmin sortu olan Kalrubi kələmində yerüstü gövdə yumrusunu müşahidə edirik. Yəni burada vegetativ orqanların metamorfozları müşahidə olunur. Və əksəriyyətində çiçək qrupu sadə salxım çiçək qrupudur. Yadınızdadır, çiçək qruplarını keçəndə, sadə salxımı keçəndə sadalayırdıq. Yarğan otu, quş əppəyi, sarlıq otu, vəzəri, vəzərək, turp, kələm, xardal və s. Yəni bunlar hamısı elə xaç çiçəklilərin nümayəndələri idilər. Meyvə tipi isə ya buynuz meyvədir, ya da buynuzcuqdur. Buynuzcuq keçən dəfə görürsüz dim sınağını işləyəndə onu ayırmışdılar. Quş əppəyini vermişdi, ağ turpu vermişdi. Niyə vermişdi? Çünki dərsin içində yazmasa da baxın burada şəkildə veribdi. Buynuz meyvənin sanki qısa formasıdır buynuzcuq meyvə. Quş əppəyində buynuzcuqdur. Ağ turpda isə buynuz meyvədir və meyvə tiplərində keçəndə demişdik 2 ədəd taycıqdan, onlar arasında yerləşən ara kəsmədən və bu ara kəsmənin üzərində yerləşən tuxumlardan ibarətdir demişdik. Bu da onun meyvə tipidir. İndi gələk nümayəndələrinə. Mədəni nümayəndələri, kələm sortlarını sadalaya bilərsiniz. Ağbaş kələm, qırmızı baş kələm, gül kələmin deməli, digər ağbaş kələmlə qırmızı baş kələmin yarpaqlarını, gül kələmin inkişaf etməmiş çiçək qruplarını, kalrubi kələmin yerüstü gövdə yumrularını yeyirik. Bir də Brüssel kələmi də var. Bəli, bu da onun yenə də sortlarından biridir. Sonra vəzəri mədəni nümayəndəsidir. Vəzərək yabanıdır. Vəzəri tərə də deyirlər bəzi yerlərdə, yəni göyərti növüdür. Bu mədəni nümayəndəsidir. Turpun özü, məsələn, onun özündə ağ turp, qırmızı turp, bunlar deməli sortlarıdır. Dedik ki, Avropaya gətirməsi də qırmızı turpun Marco Polo'nun adı ilə bağlıdır. Yabanı nümayəndələri elə yabanı kələm, ağbaş kələm 2 illikdir, yabanı kələm 1 illik bitkidir. O baş bağlamır, vəzərəkdir, çöl xardalıdır, quduz otudur, sarlıq otudur, quş əpbəyidir, yabanı turpdur. Bunlar yabanı nümayəndələridir. Sonra dekorativ nümayəndəsi var. Dekorativ, yəni bəzək bitkisi kimi əkilib becərilən. Buna da şəbbu gülünü misal göstərmək olar. Sonra dərman kimi istifadə olunan nümayəndələri var. Məsələn, quş əppəyinin yarpaqları C vitamini ilə zəngindir və qan kəsici xüsusiyyətə malikdir. Qan kəsici xüsusiyyətə malikdir deyəndə biz həm də qatır quyruğunu da xatırlayaq burada. Çünki orada da belə bir cümlə işlətmişdi. Qatır quyruğu qan kəsicidir və böyrək xəstəliklərinin deyil müalicəsində istifadə olunur. Yaddaş üçün dedim bunu. Sonra bir də ağ turpdan tənəffüs yollarının xəstəliklərində, onu da yenə yadınızda qalmırsa, məsələn, bilirik də, özümüz evdə də eləyirik, ağ turpun içini oyurduq, içinə bal tökürdük, o süzülürdü və ondan müalicə kimi istifadə eləyirdik. Yəni, buradan yadınızda saxlaya bilərsiniz. Bir də quş əppəyi ilə turpun adını biz çəkmişdik. Deməli, toxumlarında ehtiyat qida maddələri düşeyimin, tumurcuqdan başqa hər yerində toplanır. Bunu da keçmişdik. Yəni, onların ikisinin adı elə orada da boşa səslənmişdi. Və qida kimi istifadə olunan nümayəndələrini də bilirsiniz. Kələmdir, vəzəridir, turpdur. Siz onu qida kimi istifadə eləyirsiniz. Çiçəklər fəsiləsindən bu qədər, yəni elə dərslikdə olanları əzbər bilsəz, sizin üçün kifayətdir. Keçirik gül çiçəklilər fəsiləsinə. Gül çiçəklilər fəsiləsi tanıdığımız əksər meyvə ağacları elə bu fəsiləyə aiddir, amma həmçinin də kol və ot şəkilli nümayəndələri də vardır. Burada da çiçək düsturuna gəlincə 5 kəsə yarpağı var, 5 ləçəyi var, sonsuz sayda erkəkciyi var və dişicik sayı ya sonsuz ola bilər və yaxud da bir ədəd ola bilər.
Məsələn, bir ədəd kimlərdədir? Alma, gilas, albalı. Bunlarda bir ədəd dişicikdir. Amma sonsuz dişicik kimlərdədir? Yadınızdadırsa biz çiyələkdə fındıqca meyvədir dedik, itburnuda fındıqca meyvədir dedik. Sonra yadınızdadırsa moruqda, böyürtkəndə demişdik ki, ə, çox çəyirdəkli meyvədir. Onlar niyə mürəkkəb meyvə idilər? Çünki onlarda dişicik sayı çox idi. Yəni oradan da yadınızda saxlaya bilərsiniz. Amma məsələn almadır, gilasdır, albalıdır, bir çəyirdəkli meyvələrdir, sadə meyvələrdir. Onlarda bir ədəd dişicik olur. Və bunları da yenə dərslikdəki nümunələri əzbərləməyiniz kifayət eləyə bilər. Yarpaqları sadə də ola bilər, mürəkkəb də ola bilər, meyvələri qalxan da ola bilər, fındıqca meyvə də ola bilər, çəyirdək meyvə də ola bilər. Yəni bunların nümunələri çoxdur da. Məsələn, almadır, heyvadır, bunlar yalançı meyvədir. Nə bilim, alma meyvələr var bunların içərisində. Ərikdir, gilasdır, şaftalıdır, bunlar çəyirdək meyvədir. Elə qızılgülün özüdür, intburnudur, fındıqca meyvədir. Qaytarmadır, fındıqca meyvədir. Yəni hər cür nümayəndəsi vardır. Çiçək qrupları da həmçinin fərqlidir. Məsələn, almada, gilasda sadə çətirdir, armudda qalxan çiçək qrupudur. Nə bilim, ərikdə, şaftalıda tək-tək yerləşir. Yəni onlar da fərqli-fərqli ola bilər. Siz o nümunələri də yenə də axtarıb meyvə, çiçək qrupları dərslərindən xatırlaya bilərsiniz. Dedik ki, meyvə ağaclarının əksəriyyəti bunlar ağac şəkilli nümayəndələrdir. Amma kol şəkilli nümayəndələrinə misal olaraq qızılgülü, qızılgülün əcdadı olan itburnunu, dovşan almasını misal göstərə bilərik. Ot şəkilli nümayəndələrinə isə şir pəncəsi, çınqılotu, quşqonmaz, qaytarma. Bunların adını da 4 dənə nümayəndədə adını əzbərləyirsiniz. Şir pəncəsi, quşqonmaz, çınqılotu, qaytarma. Yəni gördüyünüz kimi hamısı da mürəkkəb adlardır. Və burada da yenə albalının çiçək düsturu verilib. 5 kasa yarpaq, 5 ləçək, sonsuz erkəkcik, bir dişicik, yəni albalıda bir dişicik olur. Bu da itburnu. İtburnuda isə sonsuz sayda. Bax, çox fındıqcıqlı meyvə. O çox fındıqcığın yaranmasının səbəbi sonsuz sayda dişiciyinin olmasıdır. Və yalançı meyvə olduğunu, fındıqca onun asil meyvəsi idi, həqiqi meyvəsi idi. Bu qırmızı rəngdə gördüyümüz isə çiçək yatağının genişlənməsindən əmələ gəlmiş yalançı meyvələri idi. Davam edirik. Paxlalılar fəsiləsindən. Paxlalılar fəsiləsinə həm də kəpənək çiçəklilər fəsiləsi deyilir və bunlara bitki mənşəli ət də deyilir. Çünki onların köklərində, bunu da keçmişdik, bunlarla simbioz yaşayan azot fiksə edici bakteriyalar, yumrucuq bakteriyaları yaşayırdı və bunlar havanın sərbəst azotunu mənimsəyərək azot duzlarına çevirirdi. Yəni bitkinin mənimsəyə biləcəyi hala gətirirdi. Əvəzində isə bitkidən üzüm maddələr alırdı. Yəni bu şəkildə simbioz yaşayırdılar. Mütəlis bir münasibət var idi aralarında. Buna görə də onun həm meyvələri, həm toxumları, həmçinin də digər orqanları zülalla zəngin idi. Həmçinin torpağın azotla zənginləşməsinə yardımcı olurdu. Deyirdik ki, məsəl üçün paxlalılar fəsiləsinin nümayəndəsi əkildikdən sonra bu torpağa hansı bitkini əkmək faydalı olardı? Fikirləşirdik ki, əgər torpaq azotla zənginləşibsə, deməli azotla yarpaq və gövdələrin inkişafına yardımcı olur. Deməli biz burada elə testdə, elə bir meyvə, elə bir bitki daha doğrusu seçməliyik ki, biz onun yarpaq və ya gövdələrindən, məsələn bu göyərti ola bilər, bu kələm bitkisi ola bilər, yəni seçim etmək imkanımız olurdu testlərdə. İndi çiçək düsturunu da yazaq. Demək, paxlalılar fəsiləsinin çiçək düsturu 5 kasa yarpaq. Görürsünüz, mötərizə yazdım. Çünki bütün kasa yarpaqları bitişikdir. 5 ləçək, lakin ləçəklərdən 3-ü sərbəstdir, ikisi isə bitişikdir. Ona görə 3 üstəgəl mötərizədə 2 yazdım. İndi deyəcəyik bir-bir. Erkəkcik sayı 9-u bitişik, 1-i sərbəst. 9 üstəgəl 1, 10 ədəddir. Dişicik sayı isə 1 ədəddir. Və demək, bunların ləçəkləri, bax burada göstərir, niyə kəpənək çiçək adlanır?
Bugün statusumda da paylaşmışdım. Müəllimlərdən bir qismi gördülər, yorumda yazmışdılar. Yəni görürsüz, oturmuş kəpənəyi xatırladır. Bax bu quruluşda olur. Ona görə də biz onu kəpənək çiçəklilər adlandırırıq. Bu da noxud bitkisinin çiçəyi idi. Deməli, bu elə bil ki, belə yadınızda saxlayın. Bir qayıq, yelkənli qayıq düşünün. Birinci qayığının bu qayıq hissəsi, qayıqcıq hissəsi bizə nə lazımdır? 2 dənə taxta parçası lazımdır ki, bunları bir-birinə mismarlayaq, bitişdirək, qayıq düzəlsin. Düzdür? Deməli, 2 dənə ləçəyi bitişikdir. Və bunu nə adlandırırıq? Qayıqcıq adlandırırıq. Bu 2 dənə ləçək nə adlandı? Qayıqcıq. Deməli, qayığı neyniyərlər? Bir-birinə bitişdirməliyik də, aralı dursa necə oturarıq onun içində, su keçər axı içinə, düzdürmü? Deməli, neçə ləçəyi bitişikdir? İkisi. Və bu nə adlanır? Qayıqcıq. Bir çiçəyində paxlalların neçə bitişik ləçək var? 2. Neçə qayıqcıq var? 1. Bir qayıqcıq neçə ləçəkdən ibarətdir? 2. Yəni, yenə də məsələlərdə fikir verin. Məsələn, tutaq ki, deyir ki, 5 qayıqcıq olan paxla bitkisində, deməli, söhbət neçə çiçəkdən gedir? Elə 5 dənə. Amma desəydi ki, 10 bitişik ləçəyi olan, deməli, yenə söhbət 5 dənədən gedir. Yəni, qayıqcıq deyəndə birində 1 dənədir, bitişik ləçək deyəndə birində 2 dənədir. Bir qayıqcıq 2 ləçəkdən ibarətdir. Və bu axı avarlı qayıqdır, yelkənli qayıqdır daha doğrusu, yelkənlidir. Yelkən neçə dənə olar? 1 dənə olar da, bir qayığın bir yelkəni olar. Bax, bu iri ləçəyinin adı nədir? Yelkən. Bir dənədir, sərbəstdir. İndi bizim bir də bu yelkənli qayığımızı çəkmək üçün, irəli sürmək üçün avarlarımız lazımdır. Əlimizlə onu işlədəcəyik. Neçə dənə avar olar? 2 əlimiz var da, 2 dənə də avar olacaq. Deməli, bax, bu yanlarda yerləşən 2 dənə bir-birinə eyni ölçüdə olanlara nə deyirik? Avar deyirik. Deməli, yelkən və 2 avar. 3 ədəd ləçək sərbəstdir. 2 ədəd qayıqcıq adlanan 2 ədəd ləçək isə bitişikdir. Yəni, ikisi bir yerdə bir qayıqcıq əmələ gətirir, amma 2 bitişik ləçəkdir. Erkəkçiklərin 9 ədədi bir-biri ilə bitişmişdir, biri sərbəst qalır. Məsələn, 90 ədəd bitişik erkəkçiyi varsa, neçə dənə bitişik ləçəyi olar? 90-ı bölürəm 9-a, deməli, çünki birində 9 bitişik var, deməli, söhbət 10 paxla çiçəyindən gedir və 10 dənənin 3 dənə sərbəst ləçəyi, bir dənəsinin 3 dənədirsə, 10 dənəsində 10 vur 3, 30 dənə ləçək olar. Və yaxud, paxla bitkisində bitişik strukturların sayı, nə bilim, filan qədərdir. Deməli, birində neçə dənə bitişik struktur var? 5, üstəgəl 2, 7, 7 üstəgəl 9 eləyir 16. Deməli, bir çiçəkdə 16-dırsa, nə bilim, neçə çiçəkdə filan qədərdir. Bu şəkildə də hesablamalar apara bilərsiniz. Yəni, amma əsas budur ki, bax, bu əzbərçi parametri biləsiniz. Bilməsəz, onları eləyə bilməyəcəksiniz. Və demək, paxlallar fəsiləsinə görürsünüz, ikinci adını da bura qeyd edibdir, kəpənək çiçəklilər olduğunu yazıbdır. Bunlar da yenə əksəriyyəti ot bitkiləridir, bir illik və ya çox illik, amma ağac formaları da var. Məsələn, akasiya. Akasiya dekorativ bitkidir, ağacdır, özdə bal verən bitkidir də, yəni nektara malik olan bir bitkidir, həşəratlar vasitəsilə tozlanır. Həmçinin də kol şəkilli nümayəndələri vardır. Və çiçəklərinə gəlincə, ya tək-tək yerləşir, ya salxım, ya da başçıq çiçək qrupunda. Məsələn, yoncalar yadınızdadırsa, 3 yarpaq yonca, qırmızı baş yonca bu fəsiləyə aiddir də, onlar başçıq çiçək qrupuna aid idi. Məsələn, lobiyada səhv eləmirəmsə salxımdır. Noxudda tək-tək yerləşir. Yəni, bu şəkildə müxtəlif. Amma yenə də deyirəm, dərslikdə hansı nümunəni veribsə, onu əzbərləyin, bəsinizdir. Ondan əlavəsi sizə düşməz. Bir də keçən dərsimizdə də yarpaqları keçəndə demişdik, mürəkkəb yarpağın bütün növlərinə paxlallar fəsiləsində rast gəlinir. Məsələn, ağ akasiya təklələkvari, lobiya, üçər, acı paxla, barmaqvari, noxud, cütlələkvari və s. Bu kimi suallar düşə bilər sizə.
Sarı akasiyada cütlələk var idi, bəli. Sonra bir də bunların məsələn sualı belə qoya bilər. Meyvə tipi fəsilənin adına uyğun olan hansı bitkidir? Bütün paxlallar fəsiləsinin nümayəndələrində bir mənalı olaraq meyvə tipi paxla meyvədir. O da yəni babuynuz meyvə kimi iki taycıqdan ibarət idi, amma ortada ara kəsmə yox idi. Toxumlar yuvalarda yerləşirdi və yadınızdadır demişdik ki, bu cür meyvələr açılan meyvələr adlanır. İstər buynuz meyvə, istər paxlalı meyvə və onları çox toxumlu meyvələri biz torpağa toxum şəklində əkirik demişdik. Bunu da yaddaş üçün təkrar etmiş olduq. Bir də tozlanma formalarına gəlincə, yəni təzə dərslikdə, təzə son 7-ci sinif dərsliyində acı paxlanı da çarpaz verməsinə baxmayaraq, mən sizə yəni deyirəm ki, orada belə verilibdi, amma mən bunu da keçmək zorundayım. Mən elə bunu keçmək zorundayım sizə. Yoncadır, akasiyadır, bunlar həşəratla çarpaz tozlanır. Noxud, lobya, acı paxla öz-özünə tozlanan kimi göstərilmişdir. Hətta yadınızdadırsa deyirdi ki, açılmamış çiçəklərdə gedir tozlanma, noxudda, lobyada və s. Və burada da yenə şəkilləridir. Gördüyünüz kimi yelkəni, avarları, qayıqcığı, erkəkciklə dişicik harda yerləşir? Qayıqcığın daxilində yerləşir. Bu şəkildə yerləşir deyəcəksiniz. Gəlirik nümayəndələrinə. Yenə də mədəni nümayəndələri lobyadır, paxladır, noxuddur, mərcidir. Yer fındığının paxla meyvələri torpağın altındadır. Bunu da demişdim sizə. Və demişdim ki, onlarda meyvə yanlığı odunlaşmışdır. Soya, mərci, bax bunlar hamısı mədəni nümayəndələridir. Və bir də dəvətikanının adını, yəni dəvətikanı mədəni deyil, sadəcə olaraq dərslikdə tapşırıqların birinin içində gedibdir. Dəvə dabanı ilə qarışdırmayın. Dəvə dabanı mürəkkəb çiçəklər fəsiləsində verir adını. Dəvətikanını hansısa bir tapşırığın içində verir və qeyd edirəm sizə. Dəvə tikanı. Bu da paxlallar fəsiləsinə aiddir. 3 yarpaq yoncadır, ballı yoncadır, dəvətikanıdır. Bunlar yabanı nümayəndələridir. Sonra gəlirik badımcan çiçəklilər fəsiləsinə. Badımcan çiçəklilər fəsiləsinin çiçək düsturu lap rahat yadınızda qalacaq. Hamısı 5-dir, hamısı da bitişikdir. 5 kasa yarpaq, 5 bitişik ləçək, 5 erkəkcik, bir dənə də dişicik. Deməli, hamısı da dişicik nəyi bitişik olacaq bir dənədir, nə 5 dənədirsə, hamısı da bitişikdir. Və bir də belə bir sual düşə bilər. Erkəkcik sapları ilə ləçəklərə bitişik olan, deməli, söhbət badımcan çiçəklər fəsiləsindən gedir. Mürəkkəb çiçəklər fəsilində deyəcək, erkəkcik tozluqları bitişib, boru əmələ gətirir. Amma badımcan çiçəklər fəsiləsində erkəkcik sapları birləşib. Yəni, bu erkəkcik sapı, bu da tozluq. Yəni, bax, bu hissələri ilə, bax, bu sapı ilə birləşibdir bir-birinə, bir-biri ilə də həmçinin hara birləşibdir? Ləçəyə birləşmiş olacaqdır. Və bunların da yenə həm tək yerləşən çiçəkləri var, həm salxım, həm də süpürgə. Məsələn, tütündə deyirdi ki, süpürgə çiçək qrupudur. Və bunlarda həm öz-özünə tozlanma, həm də həşərat vasitəsilə çarpaz tozlanma müşahidə olunur. Baxın, burada olmalıdır o cümlə. Bir dəqiqə tapın. Baxın, var burada. Erkəkciklərinin sapı ləçəklərə bitişmişdir. Yəni, bu cümlənin də altını çizdim ki, unutmayasınız. Gəlir nümayəndələri. Nümayəndələri bunlar demək, pomidordur, badımcandır, bibərdir, kartofdur. Kartofu həm də ikinci çörək adlandırırlar. Peru və Çili sahilləri, Cənubi Amerika mərkəzinə aid bitki idi. Nişasta ilə zəngin, torpaq altında stalonlar, ora çoxlu nişasta toplanırdı və gövdə yumruları əmələ gətirirdi. Yadınızdadırsa, gövdə yumrusu deyəndə bir kartofu deyirdik, bir də mürəkkəb çiçəklər fəsiləsinə aid olan topinamburun, yer armudunun adını çəkirdik. Amma kartof bura aiddir. Kartof da gilə meyvədir. Yəni, biz onun meyvəsini yemirik. O zəhərlidir. Ümumiyyətlə, badımcan çiçəklər fəsiləsinin əksər nümayəndələri zəhərlidir. Ona görə ki, onlarda bədən nə idi?
Hədə elə o da onun bədənidir də, yəni orqanizmin gövdəsinin müxtəlif hissələrində, nəinki gövdəsinin, elə toxumlarında, meyvələrində zəhərli maddələr, alkaloidlər toplana bilirdi. Hansı ki, bu da çox güclü, məsələn, dəlibəng bitkisini bax burada göstərir. Niyə dəlibəng adlanır? Onun toxumlarını yeyən insana o tərkibində olan zərərli maddələr sinir sisteminə o qədər güclü toksik təsir göstərirdi ki, insan dəli olurdu. Yəni sinir sistemini bir andaca poza bilirdi. Yəni, adı buradan götürülübdür. Yəni çox zəhərli ola bilirlər. Məsələn, ona görə də kartofun meyvəsi də zəhərlidir. Yadınızdadır, köhnə kitablarda yazırdı, gətirildi Kolumb tərəfindən Avropaya, oradan da Rusiyaya. Rusiyada əkib becərdilər, meyvəsini yedilər, hamısı zəhərləndi. Sonra Pyotr mükafat təsis elədi bunu əkib becərənə. Ondan sonra başladılar, o mükafat şirin şeydir də, insan əkib becərəcək. Yəni sonra onun torpaq altı hissəsini başa düşdülər ki, yeyilən yerin meyvəsi deyil, gilə meyvəsi yox, torpaq altı hissəsidir, gövdə şəkil dəyişməsidir. Yəni bu şəkildə köhnə dərsliklərdə məlumatlar verilirdi. Mən də dedim. Badımcan da hamınız görmüsünüz gilə meyvələrini, bibərdir, gilə meyvələrini yeyirik onun da. Sonra bir də qutucuq meyvəli bitkiləri, bax görürsünüz, dəlibəngi göstərib. Qutucuqdur, bura tütünü, bura tənbəkini, bura petuniyanı, bura batbatı da aid eləyə bilərik. Yəni qutucuq meyvəli bitkilərini. Demək, mədəni nümayəndələri kartof oldu, pomidor oldu, badımcan oldu, biber oldu, hansı ki, kənd təsərrüfatı bitkiləri kimi əkilib becərilir. Yabanı nümayəndələrinə quş üzümü, batbat, xanımotu, dəlibəng, texniki nümayəndələrinə də tütünü, tənbəkini misal göstərmək olar. Belə. Həmçinin də bu alkaloidlərlə zəngin olduğuna görə ondan dərman məqsədi ilə dərman istehsalında istifadə olunur. Elə quş üzümünün özündən də, xanımotundan da istifadə olunur. Sonra gəlir mürəkkəb çiçəklilər fəsiləsi. Mürəkkəb çiçəklilər fəsiləsinin də burada da yenə qeyri-adi bitki, məsələn deyir ki, xəzinə axtaranlar harda o bitirdisə deyirlər ki, hə, burada xəzinə var. Yəni qədimdə Avropada belə qeyri-adi bir bitki kimi İspanlar bu cür düşünürdülər. Və bu da məsələn zəncir otudur, dəvə dabanıdır, çoban yastığıdır, astradır. Gördüyünüz kimi baxan kimi bu fəsilənin nümayəndələri çiçəklərinə görə digərlərindən neynədir? Fərqləndilər və ən çox növ müxtəlifliyi məhz mürəkkəb çiçəklilər fəsiləsidir. 25 minə qədər növü var. Amma bunların da əksəriyyəti ot şəkillidir və çox da böyük əhəmiyyətə malik deyil. Əksəriyyəti yabanı, dağda, daşda bitən bitkilərdir və qısa günlü bitkilərdir bunların əksəriyyəti. Baxın nə yazıbdır. Bir çox növləri payızın axırlarına qədər çiçəkləyib. Deməli, bu da yenə bizim test bankımızda, sınaq toplumumuzda bundan qabaqkında belə bir sual var ki, fotoperiodizmə hansı bitki daha həssasdır? Deməli, biz buradan qısa günlü bitkini seçəcəyik və nümunələrin də içində mürəkkəb çiçəklər fəsiləsinin nümayəndəsini seçəcəyik. Çünki dərslikdə onun qısa günlü olduğunu bax bu cümlə şəklində qeyd edilib. Və bir mənalı şəkildə hamısında çiçək qrupu, səbət çiçək qrupudur, meyvə tipi isə toxumca meyvədir. Yadınızdadırsa demişdik, meyvə yanlığı dəricik formasında olub, toxumla bitişməmişdir. Çox asanlıqla ondan ayrılırdı. Yəni bir toxumlu quru meyvələrə aid idi. Və bunlarda yenə də çiçək düsturunu yazmalı olsaq, yazacağıq ki, K0 kasa yarpağı yəni yoxdur. Baxın, ya tükcük, ya da kəkil əmələ gətirir deyirik. 5 ləçəyi var, bitişik. 5 erkəkçiyi var, tozluq hissələri ilə bitişik. Və bir ədəd dişiciyi var. Məsələn, desə ki, kaşda yarpaqları da olsaydı 5 ədəd hansı çiçək düsturunu sizə verəcəkdi? Badımcan çiçəklər fəsiləsini verəcəkdi. Və ləçəkləri, erkəkcikləri tozluq, baxın şəklə. Bax, bu tozluq hissələri ilə, bax bu hissələri ilə birləşir, içərisindən dişicik keçən voru əmələ